Herkese salamlar. Bugün gelmişəm DM-ə. İstəyirəm DM-dəki qiymətləri çəkim sizlərlə paylaşım. Baxın. Samatın qiyməti budur. Bilmirəm Bakıda qiymətləri nə qədərdir, amma buradakı qiymətləri bunlardır. Pirilin böyüyünün qiymətidir bu. Bu da balacasının. Balacası böyüyündən bahadır. Niyə? Maraqlıdır. Mən bundan istifadə edirəm həmişə. Başqasından istifadə edəndə əlim şey olur, qabıq verir, pisləşir. Əvvəl Fairy istifadə edirdim, amma Fairy əlimi pis elədi nəsə. Bunda Fairy'nin qiymətləri. Tıxanmış boruları açmaq üçün bu çox qəşəngdir. İstifadə edirəm evdə. Briefing baxın. Bilmirəm hal-hazırda hansı markalardan Bakıda var, amma yenə də hamısını çəkirəm. Sizinlə bölüşəcəm. Bunlar da xlorlardır, acı kimi. Domestos. Bu da Domestos'un qiyməti. Burada adamlar keçək o biraz ilə, sonra oradan davam edirik. Baxın, belə şeylər var. Əlcəklər var. Qiymətləri də üstlərində də hamısının. Bunun içində neçə dənə var? Bir dənə, bir cütdür. Bunun içində iki cütdür, 1.75'dir. Bu da əlcəklərdir. Əslində bundan meyvə lazımdır, amma aparmağa axot yoxdur. Gələn dəfə gələndə alaram. Burada baxın. Ledanın stol əskiləri falan var. Bukalar. Baxın, bunun içində neçə dənədir? 3 dənədir. Bunun içində 6 dənədir. Qiyməti 6 dənəsinin 1.65'dir, 3 dənəsinin 95 qəpidir. Sonra baxın, belə bir şeylər var. 1.35'dir qiyməti. Belə stol əskiləri var, müxtəlif cür. Bu isə tostoranın içinin şeyidir, torbasını istəyəndə dəyişmək üçün. Mən səhv eləmirəmsə bu markanı Bakıda görmüşdüm. Qiymətləri də hamısının altında yazılıb. Bu da Lenollar. 2 euro 25 cent. Lenollar. Vernel də var. Vernelin böyüyünün qiyməti 2 euro 45 cent. Manat nə idi? Azərbaycan puluna sevəndə nə qədər eləyir? 4 manat 25 qəpik falan eləyir, səhv eləmirəmsə. Pervol 4 euro 95 cent. Lenor'un qiyməti, bu da Ariel'in qiyməti. Pervol'un da qiyməti 6.95. Bayaq çəkdim, yarımçıq qalmışdı. Burada da asvizsillərdir, bu da qiymətləridir. Maşın üçün ətirlər. Qiyməti 3.95'dir. Sonra belə var. Üçlü setdir, 4.95'dir. Hər qiymətə var. Bunlar tuvalet içində qəşəng olur bunlar. Bunlar da pul silmək üçündür. İçində özünün belə taxtası da var, çox qəşəngdir. Bunların özünün şeyi də satılır. Salfetləri də ayrıca satılır. Deyib belə alıb
Bunu takırsınız buna, ondan istifadə edirsiniz. Çox qəşəngdir. Belə. Baxın. Münasib stillər də var. Bu da qəşəngdir, 1.25-ə. Qiymətdə münasibdir. Baxın, münasib stillər də var, ucuzlar. Sonra belələri var. Heç üçün asılqanlar hər qiymətə var. Onun içində məsəl üçün ikilidir. Bunun qiyməti nə qədərdir? 2.75-dir. Amma bu təklilərin qiyməti 1.95-dir. Zeva markası Azərbaycanda var, səhv eləmirəmsə. 2.95 mətbəx dəsmalları. Beləsi var. Bunda 2 rulondur. Qiyməti 2.95-dir. Bunda 4 rulondur. 2.95. Niyə belə? Sonra baxın. Qiymətləri də burada. Baxın, burada termoslar falan da var. Bunun qiyməti 9.95-dir. Bunun da qiyməti 9.95-dir. Bunun da qiyməti 9.95-dir. Bunun da. Bunlar amma 8.95-ədir. Açılma yeri də belədir. Evdə kebab, duxovkada kebab eləmək üçün şişlər. Endirmə düşüb 1.95-dən 95 sentə. Belə. Bu nədir? Çaynikdir bu. Çaynik. Çay demləmək üçün 9.95-ə. Bunlar isə kofe üçündür. Kofe aparatları üçün kisələrdir. Sonra belə poşetlər var. Ərzaqları qoymaq üçün xaladiniyə. Belə. Buna baxın, yemək qoymaq üçün konteyner. 12.95-ə. Belə bankalar var. Üçlü set. 3.79-a. Burada isə şamlar falandır. Hər növ şamlar var. Hər ölçüdə, hər qiymətə. Bunlar isə ev üçün ətirlərdir. 2.95 qiymətdə yaxşıdır. Bunu açırsan, çubuqlarını qoyursan içinə, qəşəng iyi verir. Qəşəngdir. Belələri də var. Baxın, bu qiymət olanı da var. Belə böyük şamlar var. Belə qablarda şamlar var. 2.89-a. Buna baxın, bu da maraqlıdır. Bu da şamdır belə. 1.95-ə. Bunlar ətirlərdir. Bunlar da hamısı şamlardır belə. Baxın, başdan ayağa hamısı şamdır. Belə şamlar da var. Nəsə ad günü falan eləmək üçün, parti falan eləmək üçün, sevgililər günündə falan, nə bilim kim nə də istifadə eləmək istəyirsə. Baxın, belə setlər damısı. Belələri var. Baxın, belələri var. 75 sent bunun qiymətidir, səhv eləmirəmsə. Ağının da qiyməti indi. Belə var, baxın, maraqlı formada. Uşaq geyimləri də var, belə. Salfetlərdə, qutu salfetkalar. Qiyməti, bunların 1.15-dir, belələrin. Belə var, 1.45-ə. Cib dəsmalları, belə pakovkan hamısı bir yerdə. 15 dənəsi 1.35. Yaxşıdır. Baxın, Kleenex'inki də var. 1.55-ə. Bunun içində amma 12 dənədir. Sonra beləsi var, 2.35-ə. Onun içində də 12 dənədir. Hər qiymətə var. Belə. Burada vaşin neçə dənədir? Oho, burada 42 ədəd var.
42 ədəd var. 3.95-ədir. Belə. Sonra burada da var belə 30 ədəd. Bunun qiyməti də 5.45-dir. Yoxsa 3.45-dir. Belə. Bunlar var belə. İstərin qiymətləri. Yəni hər qiymətə var da, ucuz da var, baha da var, orta qiymət də var. Məsəl üçün bunun qiyməti paçkasının 85 sentdir. Bunlar da 85 sentdir. Məsəl üçün beləsi var. Bunlar 1.65'dir. Always'in belə böyüyü var. Bu 3.75'dir. Hər qiymətə var yəni. Burada da gündəlik olanlar da. Kefirlərin qiyməti 2.45'dir. Always'in gündəliklərinin qiyməti 2.75'dir. Baxın belə. Razmerlərdir. Burasında yazılıb XL, L. Yəni razmerinə görə almaq üçün. 3.75'ə də beləsi var. Sonra baxın burada nəm salfetkalar var belə. Hakle. 1 euro 35 sent. 1 euro 50 sentə beləsi var. Uşaq üçün beləsi var. 2.75 ikili cütdür amma bu. Belə. Belə nəm salfetka üçün qablar var qəşəng. İçində də nəm salfetkanın özü var. Qiyməti ikisi bir yerdə 3.35'dir. Belə. Bunlar da tualet kağızlarının qiymətləridir. 2.75'ədir. Belə. Belə var. Dörtlü. 3.45'ə bu səhv eləmirəmsə biraz qalındır. Ona görə belə baxadı biraz o birisindən baxanda. Burada da belə bir uşaq altı dəyişdirmək üçün yer var. Uşağı burada qoyursan, dəyişdirirsən. Burada da pampersləri var. Nömrəsinə görə götürürsən. Pulsuzdur bu. Dəyişdirirsən, atırsan zibil qabına, gəlsən nəm salfetka, quru salfetka. Xüsusi yer. Çox yaxşıdır. Əla. Sonra baxın uşaq üçün hazır yeməklər. Hər qiymətə var. Tipin falan. Bakın, biraz böyükləri 1.85'dir. Bunlar 1.45'dir. Belə. Markasından asılı olaraq dəyişir də. Məsəl üçün, baxın, belə var Baby Vita'nın 1.15'ə. Balacası da 1 euro 5 sentə. Baxın, uşaq yeməkləri. Bunlar karşalardır. Uşaq üçün. Baxın. Karşalardır bunlar hamısı. Və belə var uşaq yeməkləri, yəni simeslər. Belə hazır olanı da var. Belə tozlar var, özünüz alıb hazırlamaq üçün. Mənim qızım da bundan yeyirdi, başqasını yeyirdi. Baxın belə var. Qram fərq, eyni şeylərdə prosta qram fərqləri var da. Bu 8 euro 45 sentdir, bu 19 euro 95 sentdir. Baxın, Aptamil də var. Baxın, Humana da var. 16.45 qiyməti. Baxın, belə. Bunlar uşaq üçün çoxlardır. Hamısında üstündə yazır da, nə qədər vaxtdan sonra. Məsəl üçün, baxın, bunda yazır burada. 1 yaşdan sonra verə bilərik. Məsəl üçün, baxın, bunda yazılıbdır, 6 aydan sonra verə bilərsiniz. Bunda 1 yaşdan sonra. Elə qəşəngdir, hamısının üstündə yazmağı yaxşıdır. Belə meyvə pürələri var, baxın. Hipi meyvə pürələri, məsəl üçün, bunlar euro 5 sentdir. Bunlar 1.15'dir. Fərq belə bu firmanınki 85 sentdir. 1.5'ə də var. Belə.
Bunlar da paçkada meyve pürelerini böyle paçkayla almak için. 4 tane 90 gramı 2.65. Böyle peçenyeler var. 1.85'e. Böyle. Bakın bu da uşaq üçün olan salfetka qabı. İçində də salfetkası ilə bir yerdə 1.95'e. Belə uşaq stakanı 2.95'e. Belə boş qablar var uşaq üçün. Belə uşaq diş qaşımağı üçün olan şeylər. Soskalar. Bakın. Hamısının qiymətləri də üzərində yazır. Belə. Baxın nuk. Nuk qəşəngdir. Mən də qızıma nuk istifadə eləmişəm. Bunlar da dəyişdirmək üçündür. Xarab olanda. Bir də butulkanın özünü almırsan da, bunu alırsan, dəyişdirirsən. Bunlar da razmerlərləndir. M, L, hamısının razmeri yazılıb üstündə. Bunlar oraya su içmək üçündür. Mən baxça bundan almışdım qızımı. Baxça demişdi ki, bu daha yaxşıdır, bundan al. Mən də bundan almışdım. Qiyməti 9.95'dir. Belə su qabları var. Belələri var. Evdəki amma bundandır. Belə. Bu da isti saxlasın deyə 4.45'e. Wow, dərəcədə isti saxlanır bunlar, amma yenə də ilıq qalır da. Belə baxın, bağçaya qoymaq üçün saxlama qabları uşaqlara. Beləsi var, hər cürəsi var. Belə boş qaplar var. Belə qablar var. İndirmə düşüb 6.45'e, 8.95'dən düşüb. Belə su qabları var. Bunlar termos deyə, həm soyuq, həm isti saxlayır. Beləsi var, beləsi var, beləsi var. Sıcaq su torbaları var, baxın uşaq üçün. Neçədir qiyməti? 6.25. Bu kalyaska üçün setkalardır. 3.95, 4.95. Belə. Bu da pamperslərin qiymətləri. Bu firmanınki 7.95'də. Pampersinki 18.95'dir belə. 9 nömrə 40 dənəlisinin qiyməti 18.95'dir. Elə bunun da qiyməti odur. Eynidir hamısının qiyməti. Hepin uşaq üçün olan şeylərin qiymətləri. Yok gibi. Mən qızıma bundan istifadə edirəm. Ezogelleri değişelim ondan sonra bin. Tamam ondan sonra bin ya. Bunlar da uşaq üçün saç spreyi. Beləsi də var. 1.45'e. Hələlik uşaq addelini, yuxarı addeli çəkdiyim ikinci mərtəbənin. İndi keçib birinci mərtəbəni çəkəcəm. Video əgər uzun olsa, 2 hissəyə böləcəm, ayrı-ayrı paylaşacağım. Yox, əgər normal uzunluqda olsa, bir hissədən elə paylaşacağım.